Salam müəllimlər. Bugünkü dərsimizdən bir digəri isə 5-ci sinifin 9-cu mövzusu olan oduncağın emalı üçün iş yeri və alətlər mövzusudur. İş yeri nədir? İş yeri işin icrası üçün uyğunlaşdırılmış və müvafiq alətlərlə təchiz edilmiş bir məkandır. İş yeri bərabərdir məkan. Baxın, iş yeri bərabərdir məkandır sözünü burada yadımızda saxlayırıq. Daha sonra iş yerində oduncaqdan hazırlanan işlər verstak, xarat verstakdır deyə bilərik ona. Onun üzərində icra olunur. Daha sonra burada baxırıq həmin bu xarat verstakının belə deyək ki, hissələrini göstərir. Baxın, bu hissəsi və digər bir hissəsi. Deməli, şəkil A-da göstərir. Bunun ümumi görünüşüdür. Baxın, birinci şəkildə ümumi görünüşü verir. Daha sonra B-də verstakın alt hissəsi, yəni bu hissə, baxın bu hissəni, yəni alt hissəsinin burada ayrılıq da göstərir. Və bu isə verstakın üst hissəsidir və yaxud da ki, ona qapaq da deyirik. Daha sonra burada onun hansı hissələri var? Verstak ümumiyyətcə, buna xarat verstakı, dülgər dəzgahı və s. belə adlandırmaq olar. Xarat verstakı emal edilən əşyalar üçün tərtibatları olan, çox vaxt da mexanikləşdirilmiş alətlərlə təchiz edilmiş iş masasıdır. Nədir? İş masasıdır. Baxın, görürük də bir masadır. Masa formasında olan, üzərində nə deyir? Emal edilən əşyalar üçün, yəni bu xarat verstakın üzərində hansı bir nə emal olunacaqsa, onun üçün tərtibatları olan və mexanikləşdirilmiş alətlərlə, tutaq ki, rəndə ola bilər, yonma əməliyyatı ola bilər, mişarlama əməliyyatı ola bilər, digər əməliyyatlar həmin bu xarat verstakın üzərində icra olunur, həmin alətlərlə təchiz olunur. Deyir ki, baxın, burada bir mexanikləşdirilmiş sözü var. Bir də ki, masadır sözü. Bu iki sözü görürüksə, burada söhbət xarat verstakından getmiş olacaq. Daha sonra verstak mizin üst taxtasından, hansı ki bu hissənidir və digər hissə, yəni buna qapaq da deyilir və verstak altından ibarətdir. Deməli, bizdən soruşsa ki, verstak neçə hissədən ibarətdir? Verstak 2 hissədən ibarətdir. Üst hissədən və alt hissədən. Daha sonra üst hissədən və alt hissədən ibarətdir. Gəlirik burada onların hissələrinə. Deməli, verstakın birinci gələk üstündə hansı belə deyək hissələri var. İlk öncə deyirik ki, ön sıxıcı, baxın, ön sıxıcı, arxa sıxıcı, yuvalar, baxın, nöqtə-nöqtə olub qoyulub, yəni 1, 2, 3, 4 yuvası var. Pas, nov və dayaq. Deməli, neçə hissə oldu? 6 hissədən ibarətdir. Ön sıxıcı, arxa sıxıcı, yuvalar, pas, nov və dayaq. Bunlar verstakın üst hissəsində olan, belə deyək ki, hissələridir. Daha sonra verstak altı. Verstak altı isə birləşdiricilər, daha sonra arxa ayaqlar, qabaq ayaqlar və pas. Hansı hissələr oldu bir də deyək? Belə deyək də, qabaq ayaqlar, arxa ayaqlar, birləşdiricilər və pas. Baxın, qabaq ayağı görürük. Daha sonra ağlımıza gəlir ki, qabaq ayaqları varsa, bu stolun arxa ayağı da var və onları birləşdirən hissəsi və pazı var. Pas hər ikisində də ortaq hissədir ki, həm üstdə var, həm də ki, alt hissədə yerləşir. Daha sonra mizin üst taxtasında emal ediləcək pəstahların bərkidilməsi üçün xüsusi qurğular var. Bayaq dediyim kimi nişanlama, mişarlama, yonma, deşmə, oduncağın bədii emalı kimi
Xarat əməliyyatlarını siz müxtəlif alət və avadanlığın köməyi ilə öyrənəcəksiniz. Ona görə də alətləri işə hazırlamağı, onlardan istifadə etməyi, onların iş yerində və ya alət şkaflarında düzgün saxlanması və təhlükəsizlik qaydalarını bilməlisiniz. Daha sonra iş yerinin səmərəli təşkili nədir? İş yerinin səmərəli təşkili vaxta qənaət edir, baxın, vaxta qənaət edir, işin keyfiyyətini və əmək məhsuldarlığını və mədəniyyətini artırır. Testlərdə belə suallar qarşımıza çıxır. İş yerinin səmərəli təşkili nədir desə, vaxta qənaət edir, işin keyfiyyətini, əmək məhsuldarlığını və mədəniyyətini artırır. Daha sonra oduncaqla işləyərkən müxtəlif alət və tərtibatlardan istifadə olunur. Bunlar hansılardır? Atlıq taxta, dayaq və mişarlama qutusu. Bunlar tərtibatdır. Tərtibatlar hansıdır? Atlıq taxta, dayaq və mişarlama qutusu aiddir. Daha sonra atlıq taxta nədir? Atlıq taxta ülgünü çəkmək üçündür. Atlıq taxta nədir desə, ülgünü çəkmək. Bəs dayaq isə oduncağı mişarlamaq, mişarlama qutusu isə oduncağı müxtəlif bucaqlar altında kəsmək üçün bir tərtibatdır. Bir də deyirik, atlıq taxta nə üçündür? Ülgünü çəkmək, dayaq oduncağı mişarlamaq, mişarlama qutusu isə oduncağı müxtəlif bucaqlar altında kəsmək üçündür. Daha sonra burada alətləri göstərir, yəni oduncaqla istifadə olunan alətlər, oduncaq emalında istifadə olunan alətlər. Nə var burada? Xarat bıçqısı var, mişar, yəni yeyə, sonra xarat bucaqlığı, burada mişarın dişlərini göstərir, çəkicdir, nişanlayıcı pərgardır, xəttkeş, əldireli, mexaniki əldireli, burğu, sıxıcı, reysmus, rəndə, taxta çəkic, iskənə, karandaş. Bunlar alətlərdir və tərtibatları göstərir. Şəkillərinə də baxaq. Bu nədir? Atlıq taxta. Baxın, görürsünüz, ülgünün üzərində çəkir. Atlıq taxta ülgü də üzərindədir. Daha sonra mişarlamaq üçün dayaq. Görürsünüz, dayaqdır. Dayaq bu hissəsidir. Neynir? Oduncağı mişarlayır. Bu hissə dayaqdır, baxın. Dayağın üzərinə qoyub və oduncağı rahat mişarlayır. Çünki bilirsiniz, oduncaq, yəni bir, belə deyək də, taxta parçasını mişarlayarkən həm onu tutmaq, həm onu kəsmək çətin olur. Ona görə bu dayaqdan istifadə edib, onun üzərinə qoyub, müəyyən, belə deyək, ağırlığı onun üzərinə salıb, rahatlıqla, yəni mişarlama əməliyyatını yerinə yetirə bilir. Belə deyək ki, oduncaq ona söykənib də rahat olur o işi görmək. Daha sonra mişarlama qutusu. Mişarlama qutusunu görürsünüz, burada bucaqları var, müəyyən bucaqları var. Həmin hissələr isə oduncağı müxtəlif bucaqlar altında kəsmək üçün olan bir qutudur. Daha sonra oduncaq emalı, eləcə də mebel təmiri və istehsal müəssisələrində xarat verstakından xarrat, qırmızı ağac üzrə xarratlar, yığıcılar, bəzək fran ustalar, ağac üzrə oyucu ustalar, buna həkkəklar da deyilir və bunlar istifadə olunur. Daha sonra xarrat kimdir? Xarrat oduncaqdan pəncərə, qapı, şkaf, rəf, məişət və bağ mebeli, evlərin dekorativ işlənməsi üçün detallar, məişət əşyalarını hazırlayan və təmir edən bir şəxsdir, bir mütəxəssisdir. Xarrat bir insan, yəni bu oduncaqla məşğul olan, bu işləri görən, yerinə yetirən həmin bu insan xarrat adlanır. Daha sonra burada təhlükəsizlik qaydaları var. Nədir? Verstak şagirdin boyuna görə tənzimlənməlidir. Əllərin ovucuları verstakın qapaqlarına sərbəst toxunmalıdır. Yəni burada nə demək istəyir? Bu xarrat verstak, yəni dəzgah, belə deyək ki, nizamlanan bir qurğudur və şagirdin boyuna uyğun olmalıdır. Nəyə görə? Çünki onun üzərində bir iş görəcək. Məsələn, müəllim ona hər hansısa yonma əməliyyatını veribsə, uşaq onu icra etmək üçün rahat əli o qapağın üzərinə, nova mı deyim, daha sonra dayağa, dəstəyə, dayağa, daha sonra sıxaca rahat yetişməlidir ki, onun əlləri. Yəni orada belə deyək, təhlükəsizlik baxımından hər hansısa bir problem yaranmasın.
Ona görə deyir, əllərinin ovucuları Verstakın qapağına sərbəst toxunmalıdır. Yəni o əllərini onun üzərində rahatlıqla hərəkət etməlidir. Daha sonra Verstakın sıxacları işlək olmalıdır. Bəli, hansı ki orada ön sıxıcı, arxa sıxıcı vardı. Onlar işlək olmalıdır ki, məsələn, taxta bir pəstahı sıxacın arasında sıxırıq. O sıxac işlək olmalıdır ki, rahatlıqla bu işi icra edə bilək. Və Verstakda yalnız iş üçün lazım olan alətlər olmalıdır və onlar Verstakın novunda yerləşdirilməlidir. Hansı hissə idi novu? Baxın, bu hissəsində, sanki kənarıdır da. Bu kənarında yerləşdirilir həmin lazım olan alətlər. Verstakın novunda yerləşir. Bu qədər müəllimlər, dərsimiz bu qədərdir və sadə bir dərsdir. Hər birinizə uğurlar olsun.